Kaş mənim də səsim olardı. Bu dəfəki çox maraqlı keçib, mən də orada iştirak eləyərdim. Amma mən buradan baxa-baxa mənə həyəcan bürüyür. Qaldı ki, orada iştirak eləmək. Nəysə. Salam Magilər, növbəti buraxılışımızda hər birinizi xoş gördük. Dostlar, bugünkü buraxılışımız çox maraqlı keçəcək. Çünki O Səs Azərbaycan layihəsinin xarici iştirakçıları qonağımızdır. Ən əsası isə bugün canlı səs eşidəcəyik. Bəli, əziz dostlar, O Səs Azərbaycan layihəsinin xarici iştirakçıları qonaqlarımızdır. Tais, Sanat və Tamari. Həmçinin İctimai Televiziyanın tərcüməçisi Cavid Abbasov qonağımızdır. Cavid bəy, xoş gəlmisiniz. Dostlar, xoş gəlmisiniz. Добро пожаловать. Welcome here. Cavid bəy, bizə tərcümə ilə bağlı kömək etməyinizi istəyəcəyik. Məmnuniyyətlə. Dostlar, Azərbaycan səs səhnəsi sizin üçün ilk səhnədir, yoxsa başqa səhnələrdə də olmusunuz? Ses Azerbaycan aslında benim için ilk böyle büyük sahne değildi. Daha önceden Slavenski Bazar'a da katılmıştım Türkiye'den. Çok daha önceden de O Ses Rusya'ya katılmıştım ama yolum kısaydı. Böyle uzun vadede olan Ses Azerbaycan'da. Sanat, buyurun. Сэс Азербайджан для меня мой первый проект во взрослой категории, потому что до этого я участвовала в детских проектах, в детских конкурсах, и отчасти для меня это новый опыт, новый проект, и я очень рада, что я приняла участие в этом проекте. Tamari, buyurun. So obviously the Voice of Azerbaijan, it wasn't my first competition, but it was my first competition in adults category, as Sanat said, because I just turned 16 last summer. But it was like amazing experience and everything. Yeah, one of the most exciting project for me. Bəli, Sanat dediyi kimi mənim üçün də Səs Azərbaycan ilk səhnəm idi. Yəni bu ötən ilin yayından mənim üçün başladı. Mən nə deyə bilərəm? Bu deyərdim ki, hətta gözlənilməz dərəcədə mənim üçün möhtəşəm bir təəssürat idi. Nə deyə bilərəm? Ancaq bunu deyə bilərəm. Verilişimizin əvvəlində qeyd etmişdik ki, bugün canlı səs eşidəcəyik. Elə isə ilk canlı ifa sizdən gəlsin, Tamari. Buyurun. Ნეტავსად არის კიდევცა უძირო ლურჯი ხალასი სწორედ ისეთი როგორც შენია ნაიარები წარსულის ნანგრევი ნარი ხალასი ჯაგარასავით შემომჩენია თბილისო მზის და ვარდების ქარეო უშენოთ სიცოცხლეც არ მინდა სად არის სხვაგან ახალი ვარაზი სად არის ჭაღარამთაც მინდა ჩაივდი მყართან ხეივანს და გაზაფხულის მაგრები გეგებებია მწვანე ჩადრები Karim geros nelia Akhom kotlebit mgerian Datsas piruse lurji perian Spiliso Sizda vardebis kare Siconsklec ar მინდა სად არის სხვაგან ახალი ვარაზი სად არის ჯაგარამთაც მინდა თბილი
zavarte bisquare scenot si totle termina sadari swagana khali varazi sadari shagaram tatsmida Sadaris jagara tatsminda Tayis və Tamari Muradarifin komandasıdır. Sanat isə Eldar Qasımovun. Dostlar, nəyə görə Eldar, nəyə görə Muradarif? Aslında ben Murat Arif'i biraz tanımıştım kardeşimin yarıştığı yıldan. Benim vokal koçum da biraz onu tanıdı. O bana tavsiye etti. Ben de şahsen tabii ki de herkese araştırdım. Ve Murat Arif Can'a çok yakın geldi. Çok profesyonel birisi. Her jüri gibi. Ama o an içimden Murat Arif geldi. Aha, Sanat. За день до съемок слепых прослушиваний мы все узнали, кто сидит в креслах наставников. И я увидела, что в креслах в одном из кресел сидит Эльдар. И я поняла, что очень хочу попасть в его команду. Очень хотела, чтобы он ко мне повернулся. И моя мечта сбылась. Он повернулся ко мне первым, и я даже долго не думала и решила пойти в его команду. Aha, Tamari. Why Eldar? Already had decided before I went on the stage that I was choosing Murat because 5 years ago I was here and I didn't choose him, and I think I made a mistake by that. And yeah, I just chose him because of that, and also he was the first one who pushed the button. Hələ ora qoşulmamışdan əvvəl mən bilirdim ki, mən Muradı seçəcəm və sözün açığı peşman da olmadım və onu da qeyd edeyim ki, mən çox şad idim ki, mənim ifamdan sonra mənə tərəf birinci dönən o oldu, düyməli basan o oldu. Adətən çox insanlar düşünürlər ki, müğənnilər üçün canlı ifa etmək çətindir. Onlar çox vaxt fonoqrama müraciət edirlər. Amma bugünkü gənc qonaqlarımız arasında bunun belə olmadığını sübut etmək istəyənlər var. Tayis, buyurun, növbə sizindir. When you here before, I couldn't look you in the eye. You're just like an angel. Your skin makes me cry. You flow like a feather in a beautiful world. I wish I was special. You're so very special, but I'm a whatever you want. I wish I was special. You're so very special.
but I'm a creep. Ooh, I said it. I'm a waiter. What the hell am I doing? I don't belong. Oh, am I crying? I'm a waiter. What the hell am I doing here? I don't belong here. I don't belong here. Dostlar, mahnı seçimləriniz, sizin mahnı seçimləriniz necə baş verirdi? Məsələn, Tamari qeyd etdi ki, onda Murad Arif seçirdi. Sizdə necə olurdu? Evet, benim şarkılarım da çoğunlukla Murat Arif'in seçimiydi. Ain't Nobody sadece biz ortak bir karar aldık. My Olo Murat Arif seçti. Tomorrow Never Dies Murat Arif'in en sevdiği şarkısı. Benim de artık çok sevdiğim bir şarkı oldu. Hı. Sənət? Выбор на каждый этап песни происходил по-разному. Эльдар с нами советовался, спрашивал у нас свое мнение. Мы говорили ему свои варианты, что бы мы хотели спеть. И вот так вот каждый этап мы вместе выбирали самый лучший вариант, который будет для этого этапа. Aha, Tamari buyurun. So my second song was like Mr. Murad chose it, as you think, because it was Azerbaijani song, and he wanted Azerbaijani people to like me more, and I think I did that. I got a lot of support from Azerbaijani people. I'm so thankful for that. Mənim ikinci mahnım Muradın seçiminə görə Azərbaycan mahnısı oldu və Murad tərəfindən ona hesablanmışdı ki, Azərbaycan xalqı mənə daha çox sevsin. Bu həqiqətən belə oldu və mən ona görə buna çox minnətdaram. Amma Söhbət Aylaçın ifasında. Aylaçın it was bəli. It was so good, and I was so scared. Like to sing, like vocally, it was not so demanding. It was easy, but emotionally, it is so hard to sing in another language you don't understand. It is so hard emotionally. Vokal cəhətdən onu ifa eləmək çox asan idi. Çünki tam yatımlı, dilə yatımlı, mahnı kimi dilə yatımlı idi. Amma ifa cəhətindən çox çətin idi. Çünki mən gördüm ki, əcnəbi dildə bilmədiyin, hətta bilmədiyin bir dildə oxumaq necə böyük çətinlik yaradır və əgər sən mahnını oxuyursan, həmin dili bilmirsənsə, sözlərinin mənasını bilmirsənsə, o iki qat çətinlik yaradır. Məncə sanatın da burada əlavəsi olacaq. O da bizim mahnımızı oxumuşdu. Sizin üçün hansı çətinliklər oldu? Да, я согласна с тем, что сказала Тамари, то, что в эмоциональном плане это было для меня нелегко прочувствовать эту песню. Конечно, были трудности с произношением. За это я благодарна Хумай Ханум, нашему педагогу, которая помогла мне справиться с этой песней. Aslında ben de Ses Azerbaycan projesinde çok istediğim bir şey vardı. Ya Azeri bir parça okumak ya da Türkçe bir parça okumak. Ve finalde Azeri parça okumam gerekiyordu. Çok sevdiğim bir parçaydı. Gitme gitme gel. Onu sizler için burada söylemek isterim. Buyurun. Gözlerin aldı beni, kemende saldı beni. Gitme gitme gel, güzel yar, gitme gel. Amandır koymayın, yar gözden saldı beni. Gitme, gitme gel, güzel yar, gitme gel. Bəs əlaydınız, möhtəşəmdir. Sanatın bir reaksiyası vardı, bilmirəm kameralarda düşdü yoxsa yox. Dedi ki, tüklərin biz oldu. Sanat sizdən də istəyəcək öz xalqınıza aid bir mahnı. Gözümden kara
жарасы көңлемнің жарасы бітпейді іштегі ғашықтың жарасы бітпейді іштегі ғашықтың жарасы. Əla. Təşəkkür edirik sana. Tamari, sizin növbənizdir. Arazı ayırdılar, kumuyla doyurdular. Arazı ayırdılar, kumuyla doyurdular. Ben yardan ayrılmazdım, zulmiyle hayırdılar. Aylaçın, canlaçın, ben sana kurbanlaçın. Aylaçın, canlaçın, ben sana kurbanlaçın. Tamari, qeyd etmişdiniz ki, sizə çətin olur mənasını başa düşmək, amma siz çox yaxşı öhdəsindən gəlirsiniz və görünür ki, siz mahnını doğrudan da hiss edirsiniz. Thank you so much, because I know the history of this song and you can't just sing it without emotions. Mən bu mahnının tarixçəsini bilirəm və bunu emosiyasız oxumaq mümkün deyil. Sana Tamari və Thais öz səs bacarıqlarını nümayiş etdirdilər. İndi isə növbə sizindir. Buyurun. Neçə diyar gəzdim, neçə zəfər gördüm, səndən uzaqda şirin olmadı. Səma sənin deyib ümid verdilər, səndən özgəsi qanat vermədi. İndi bütün dünyaya istərəm bəhs edəm mən. İndi bütün dünyaya istərəm bəhs edəm sadıqlığımdan. Mən sevərəm səni adamın, çünki yoxurdun məni, sevgidin canım ne olur bədən. Mən sevərəm səni adamın, çünki yoxurdun məni, sevgidin canım ne olur bədən. İndi bütün dünyaya istərəm bəhs edəm mən. İndi bütün dünyaya istərəm bəhs edəm sadıqlığımdan. Ya mən sevərəm səni adamın, çünki yoxurdun məni, sevgidin canım ne olur bədən. Ya mən sevərəm səni adamın, çünki yoxurdun məni, sevgidin canım ne olur bədən. Ya mən sevərəm səni adamın, ya mən sevərəm səni adamın, çünki yoxurdun məni, sevgidin canım ne olur bədən. Dostlar, son olaraq O Səs Azərbaycan layihəsi sizin gələcək yaradıcılığınıza necə təsir etdi? Hansı töhfələri verdi? İstəyirik bu barədə danışasınız. За весь период проекта, как артист, я очень выросла. И, конечно, во мне есть изменения, как и в человеке.
изменение в том, что, наверное, я пересмотрела свое отношение вот еще раз к волнению, к сцене. Я действительно наслаждалась максимально каждой минутой проекта, потому что мы же не знали, пройдем мы в следующий этап или нет. И я у себя в голове думала, если это мой последний этап на проекте, то я должна максимально выложиться на сцене, показать себя и насладиться этим моментом. Но я очень рада, что я прошла финал и прошла весь путь этого проекта. Тамари? I think it was one more step to my bright future in my career, because obviously I want to be a singer one day. Of course, I'm graduating and going in university, but my dream is to be a singer. And I agree with Sanat. Every time you don't know if you are passing or not, and you have to do your maximum. And also, every time I go on the stage, I don't think about like passing this round. I'm thinking like I have to sing it very well, so people will listen to my song and they will know what I deserved. And yeah, at least people knows. Yeah. Okay. Əlbəttə çox böyük təsiri oldu. Mən düşünürəm ki, mənim gələcək karyeramda bu Səs Azərbaycan çox böyük bir addımdır. Təbii ki, mən indi ali təhsil alıram, tamam başlayıram ixtisas üzrə, amma son nəticədə mənim arzum, mənim məramım yenə də müğənni olmaqdır. Sanat dediyi kimi də sən səhnədə olanda İlk növbədə ümdə məqsədin sənin müəyyən mərhələni keçməkdir və mərhələni keçəndən sonra sən başa düşürsən ki, sən həqiqətən də bu mərhələni keçməyə layiq idin. Və mən də düşünürəm ki, mən keçdiklərim mərhələnin hamısını keçməyə layiq idim və yenə də düşünürəm ki, bu mənim ümumi yaradıcılığımda və ümumi karyeramda çox böyük rol oynadı. Aha, Thais, buyurun. Ben de kesinlikle kızlara katılıyorum. Sanatın dediği gibi de Ses Azerbaycan projesinde hepimiz gerçekten çok geliştik ve çok büyüdük. Ve bence Murat Arif özellikle beni başka bir yandan göstermeyi istedi sizlere. Benim çok alışık olmadığım bir yönde, çok alışık olmadığım bir repertuarım da oluştu. O yüzden ben kendimi bir ekstra gelişme olarak hissediyorum. Dostlar, bütün bu yorğunluğa, həyəcana, rəqabətə baxmayaraq nömrələrinizin, çıxışlarınızın öhdəsindən layiqincə gəldiniz. Hər birinizi təbrik edir, təşəkkür edirik. Çox sağ olun ki, vaxt ayırıb gəldiniz. Thank you. Evet, biz de sizlere çok teşekkür ederiz. Mak verilişinde bizi çağırdığınız için. İyi ki varsınız. Çok teşekkür ederiz. Siz sağ olun. Belə dostlar, bugün O Səs Azərbaycan layihəsinin xarici iştirakçıları ilə tanış olduq. Qalib isə həm yerlimiz Cəmilə Həşimovadır. Sonda isə onu qeyd etmək istəyirik ki, əziz maklar, harda olmağımızdan asılı olmayaraq səsimiz həmişə yüksəklərdən, ən qalib zirvələrdən gəlsin. Bizdən bugünlük bu qədər. Sağ olun.